Elit Evlan Qısaqsıra kirayəsi. Əziz izləyicilər, mərkəzi yolun qırağında, yəni 5-25 marşrutun yolundan 150 metr aralı belə bir evimiz var. Çox adam deyir ki, Masazlıda göllərdə də görürsünüz. Yerini də göstərirəm, küçəni də göstərirəm, əziz izləyicilərimiz. Bu da evimizdir, belə bir qəşəng 2 sot yarımın içindədir, evimiz 2 sot yarımın içindədir. Həyətin qəşəng tam eti, bax. Həyətində qəşəng bağçası, gülləri, görürsünüz, ağaçları. Yəni, xüsusən yaşayışlı evdir, onu da deyim sizə. Rahatçılıqla maşın girir. Evimiz külçülüdür, yerdən də hündürdür. Biz izləyim, evimizi göstərirəm, bağını da göstərirəm. Demək olar ki, 5-6 tane burada meyve ağaçları var. Hamısı çiçək açıb qəşəng, fındığından tutmuş. Armud ağacına kimi, tut ağacına kimi var. Bir də belə bir həyətimizdir. Deməli, həyətimizdə evimiz 3 otaqlıdır, onu da deyim sizə. 3 otaqdan başqa həyətimizdə bir dənə də bir otaqlı evimiz var. Yəni burada yəni rahatçılıqla kirayə vermiyor. Hal-hazırda da kirayə verilibdir. Bir kirayəçi də var. Evin də böyrünə belə bir boşluq var. Görürsünüz, kondisionerlərdir. O belə evdən aralıdır. Mən indi evin içində sizə tanış edirəm, əziz izləyicilərimiz. Həqiqətən də yola yaxındır evimiz. Evimizin içində sizə tanış edirəm. Görürsünüz, əziz izləyicilərimiz. Belə bir səliqəli evdir. Evimizin girişində belə bir samuzelimiz var. Görürsünüz. Tam ideal vəziyyətdə. Pneumatikasına kimi hər şey öz yerində, əziz izləyicilərimiz. Sonra belə bir dənə yataq otağımız var. Görürsünüz, əziz izləyicilərimiz. Yataq otağımız. Və burada da mətbəximizdir. Belə bir mətbəximiz var, əziz izləyicilərimiz. Gördüyünüz kimi ideal vəziyyətdədir. Mən indi sizə ikinci bir yataq otağımızı göstərirəm, əziz izləyicilərimiz. Belə bir yataq otağımız var burada da. Gördüyünüz kimi evimizin hər tərəfini sizə göstəririk. İndi qonaq otağımızı da göstərim. Deməli, bu da əziz izləyicilərimiz qonaq otağıdır. Qonaq otağını da göstərirəm sizə. Belə bir gözəl, möhtəşəm, təmirli. Deməli, əziz izləyicilərimiz, evimiz belə bir vəziyyətdə var. Belə bir vəziyyətdə 100.000 manata satışa çıxarılıb. Onu da deyim sizə. Qaldı ki, mebelləri də yəni razılaşma yolu ilə, onu da deyim sizə, razılaşma yolu ilə real alıcıya da indirim olacaq. Hər kim alsa Allah xeyrini versin. Elit Evlan Qısaqsıra kirayəsi. Kanalımıza abunə olun ki, yeni evlərimizi göstərək.